aprelin 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə azadxəbər.org saytının baş redaktoru Nicat Əliyevin məhkəmə prosesi keçirilib. Hakim Nicat Əliyevdən özünü təqsirli bilib-bilmədiyini soruşub. Nicat Əliyev özünü təqsirli bilmədiyini, eyni zamanda tutulduğu zaman Yasamal rayon 27-ci polis bölməsində müsadirə edilən notebookunun hələ də qaytarılmadığını deyib. Baş redaktor heç bir izah olmadan maşının aparıldığını və onun içində olan 900 manat pulunun yoxa çıxdığını da məhkəməyə bildirib. Bu məsələlər araşdırılmadığı müddətdə ifadə verməkdən imtina edib. Əliyevin və digərlərinin işi üzrə məhkəmə prosesi bugün davam etdirildi. Təqsirləndirilən şəxslərin bəziləri ifadə verirlər. Daha doğrusu 2 nəfər ifadə verə bildi. 2 nəfər isə bugün məhkəmə iclasında ifadə verməkdən imtina etdiyi bildirildi. Onlardan biri də mənim hüquqlarımı müdafiə etdiyim Nicat Əliyev. Məhkəmə prosesi növbəti cümə günü davam etdiriləcək. Proses 26 apreldə davam edəcək. Xatırladaq ki, 2012-ci ilin may ayının 20-sində saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülüb. 2013-cü il yanvarın 26-sında baş redaktora qarşı Cinayət Məcəlləsinin 167.2.1-ci, 281.2-ci və 283.2.3-cü maddələri ilə ittihamlar irəli sürülüb. Bunlardan nə gözləyirik? Ədalətli hökm. Görməlidirlər ki, cavanlar işlərlə heç bir əlaqələri yoxdur. Ancaq ədalətli hökm, başqa işlər. Ədalətli hər halda qərar gözləyirəm, bu vaxt onların insafı.